Bugün 11 ayın sultanı, müqəddəs Ramazan ayının 11-ci günüdür. Allahın rəhmət və bərəkətlə dolu olan, narın-narın yağan yağışı aramla yağmağa davam eləyir. Oruç tutmaq imsakdan iftara qədər ac qalmaq deyil. Bununla yanaşı insanın gözü, nəfsi, ağzı və niyyətlər də oruc olmalıdır. Allah saf niyyət və imanla oruç tutanların orucunu qəbul eləsin. Qəlbində mərhəmət duyğusu yoxsa, tutduğun orucun nə mənası var? Süfrəndə kasıba yerin yoxdursa, bir ay ac qalmağın nə mənası var? Tərəzin çəkidə əyri çəkirsə, dilin zəhər kimi qəlb incidirsə, əlin rüşvət alıb rüşvət verirsə, qıldığın namazın nə mənası var? Namaz da, oruç da asandır qardaş. Vicdanlı olmaqsa çətindir qardaş. Əsl insan olmaq lazımdır qardaş. Əməlsiz Quranın nə mənası var? Qəlbində mərhəmət duyğusu yoxsa, oruç tutmağın nə mənası var?